Aha. Əl işarələrimizi qaldıraq müəllimlər. Birinci olaraq əl işarələrinizi qaldıraq. Səs açacaq Hicran Aslanova və mən suallar verəcəm. Sonra isə o qədər sual cavab edəcəyik ki, bütün biliklərimiz yaddaşda qalacaq. Yenə də vurğulayıram. İmtahana 2 ayınız qalıb. Sentyabrda o qədər başınız qarışacaq ki, uşaq qəbuludur, nə bilim jurnaldır, odur, budur. Yəni ona görə bu 2 aydan faydalanın ki, sentyabrda da sürət qrupuna qoşulasınız. Zaman uçur gedir. Vaxt uçur gedir. Çox az qalıb imtahana. Belə. Hicran müəllimə, siz mənə deyin, Buyurun təsviri müəllimə. fəaliyyət məşğələsi hansı inkişaf sahəmizdə, hansı standartımızda yer alır? Birinci bunu deyək və hansı standartımızın hansı alt standartlarının hansı hissəsində yer alır? Onları deyək birinci. Oldu müəllimə. Biz bilirik ki, təsvir fəaliyyət məşğələsi bizim 3-cü məzmun xəttimiz estetik və yaradıcı inkişaf sahəsində yer alır. Hər bir təsvir fəaliyyət məşğələsi 4 mərhələdən ibarətdir. Hər bir mərhələnin özünün ayrıca standart kodu var. Rəsm fəaliyyəti 3.11, 3.12 standartından fəaliyyətdədir. Aplikasiya 3.13 standartından, yapma 3.14 standartından, quraşdırma isə 3.1 standartından fəaliyyət göstərir. Bütün bunlar hamısı uşağın estetik dünya görüşünün formalaşmasında əsas amillərdən biridir. Rəsm fəaliyyətidir, aplikasiyadır, yapmadır, quraşdırmadır. Burada uşaqların estetik fəaliyyətlərinin, yaradıcı təfəkkürünün, təxəyyülünün, uşaqların bir-birindən ünsiyyət qabiliyyətinin, ətraf mühitdə gördükləri gözəlliklərin, insanların geyimində gördükləri gözəlliklərin seçimində, onların öz estetik zövqlərinin inkişaf etdirməsində, formalaşmasında böyük rolu var. Əla. Düzdür. Siz mənə bir də vurğulayın zəhmət olmasa. Təsviri fəaliyyət məşğələsi uşaqlarda dediyimiz kimi estetik zövqü formalaşdırır, yaradıcılığı formalaşdırır. Gəlin belə bir suala aydınlıq gətirək. Bizim fiziki inkişafımızda da yapma var, quraşdırma var, rəsm var. Bəs o estetiklə mən bu estetik testlərdən necə ayırmalıyam? Onu xatırlayaq. Bəli, müəllimə. Çünki təsviri fəaliyyət məşğələsində biz bilirik ki, bağçada yazı fəaliyyəti yoxdur. Biz bağçada yazı fəaliyyətinə hazırlıq mərhələsindəyik. O hazırlıq mərhələsində biz rəsm çəkməklə, aplikasiya ilə, kiçik motorikanın inkişafından söhbət gedir burada. Biz də bilirik ki, kiçik motorikanın inkişafı birinci məzmun xəttimiz olan fiziki inkişaf və sağlamlıq təhlükəsizlik inkişaf sahəsinə aiddir. Kodu da ki, ondan ibarətdir ki, 1.4 standartından fəaliyyət göstərir. Kiçik motorikanın düzgün formada inkişafı. Biz təsviri fəaliyyət məşğələlərində istəyir rəsm olsun, istəyir yapma olsun, istəyir aplikasiya olsun. Bunlarla hamısını uşağın kiçik motorikasının inkişafında böyük təsir var. Ay sağ olun. Yəni kiçik motor varsa, idman üçün biz uşağın motor bacarığı nədir? Adi uşaqlarda, körpə uşaqlarda biz bilirik ki, məsələn mənim bir qohumumda, belə deyim, uşağa həkim bildirir ki, mütləq deyir, ayaq hərəkətlərini möhkəmləndirin. Uşaq gəzəndə problem yaşayır. Bir ayaqla deyir, idmanlar verir. Motor fəaliyyətidir, onu inkişaf elətdirmək lazımdır. Ay sağ olun. Və bilirsiniz necə bir tapşırıqlar verir? Deyir ki, tutaq ki, qoy deyir yerə şpilkaları, qoy deyir yerə deyir parçalar, məsələn corablar deyir düz yerə. Uşaq deyir o ayağının barmaqları ilə deyir o corabları götürsün, aparıb atsın deyir səbətə. Və yaxud da ki o şpilkaları deyir götürsün deyir o paltar asılan şpilkalar olsun. Götürsün deyir aparsın atsın deyir öz yerinə. Və yaxud da deyir ayaqlarını qaldırsın, ayaq barmaqlarını deyir hərəkətə gətirsin. Yəni böyük motor, belə deyim, kiçik motor olsun, bunlardan ibarətdir də. Və əl bacarığı var. Məsələn, uşaq var ki, əl əzələləri zəifdir. Adi nəyisə tutan kimi tez əli ağrıyır. Və yaxud da ki, qıçqanı düzəməlli tuta bilmir. Çünki əl bacarığı o qədər passiv olub ki, əllərini işə salmayıb. Ona normalda belə bir nümunə gətirim sizə. Görürsünüz də Allah uzaq eləsin. Belə deyim, sağlamlıq imkanları məhdud insanlar var. Eləsi var ki, məsələn bir qolu yoxdur, əlləri yoxdur, o ayaqları ilə bütün işi görür. Biz baxırıq, təəccübə gəlirik ki, ayağı ilə o necə paltarını soyub çıxardır və yaxud da ki, uşağın nəyinə paltar geyinir və ya nə bilim, fərqli fəaliyyətlər yerinə yetirir də. Bizim iki əlli elədiyimizi ola bir dənə ayaqları ilə eləyir. Yəqin ki, bunun şahidi olmusunuz. Nəyə görə eləyirlər müəllimlər? Onların əlləri olmadığına görə bütün işi veriblər ayağa.
Əvvəldə bizim Bəli. keçmiş dövrümüzdə o ibtidai icma quruluşundan bu günə qədər insanlar əslində o ayaqlar iri olub. O qədər ayaqla hərəkət eləyiblər, əllə hərəkət eləyirlər ki, əlləri də uzun olub. İndi siz axtarsanız görəcəksiniz. Yəni bütün Bəli. fəaliyyətləri yerinə yetirə biliblər. Nəyə görə? Çünki bütün güc düşüb ələ, zəhmətli işlərə, ağır işlərə, güclənib əlləri, ayaqları da həmçinin. Əli olmayan uca bütün güc gedir. Beyin artıq ayağa siqnal verir də, ayaqla hər işi görə bilirsən. Niyə normalda deyirlər ki, solaxay əllə işləyən insanın beyni daha yaxşı inkişaf edir, sol beyni yaxşı inkişaf edir. Çünki normalda biz sol əlimizlə heç nə iş görə bilmirik, amma körpəlikdən biz sol əlimizlə bizi məşq elətdirsəydilər, bugünkü gündə biz də sol əlimizlə nəsə bir iş görə bilərdik də, müəyyən qədər bir fəaliyyət yerinə yetirə bilərdik. Bu öyrətməkdən asılıdır. Yəni ayaq olsun, əl olsun, kiçik motor, böyük motor bacarıqları mütləq yaxşı inkişaf etməlidir. Əgər mənim Müəllimə, məqsədim uşağa, bəli, buyurun. bəli. Bir də müəllimə onu demək istəyirəm, üzr istəyirəm, sözünüzü Deyin. kəsdim. Həm də bu əl kiçik motorika deyir. Bu barmaqların ucundadır uşaqların inkişafı, orqanizmanın inkişafı, beynin, zehni inkişafların çoxsu, bədən orqanizmalarında məsələn biri ürəyə xidmət eləyir, biri nəfəs almadır. Uşaqların idrakının inkişafı hamısı yaxşı inkişaf eləyirsə, onda kiçik motorika yaxşı inkişaf eləyir. Kiçik motorika, əllər, bu barmaqlar düzgün inkişaf eləyirsə, uşaq gələcəkdə yazında yaxşı yazacaq, karandaşı, flomasteri, hər bir qabiliyyəti, zehni inkişafı da güclü olmalıdır, özünü formalaşdırmalıdır. Eynən. Kiçik motorikada böyük şey var. Eynən. Ümumiyyətlə bu bizim kiçik motor dediyimiz hansı ki bu barmaqlarımız var ha. Yəni sizə inteqrasiyanı izah eləmək istəyirəm ki, onun fizikdən fərqi nədir? Bizim barmaqlarımız var. Bizə elə belə gəlir. Görürük ki, rus pedaqoqları olsun, digər xarici pedaqoqlar, xarici məktəblərdə görürsüz uşaqları belə müxtəlif parçalar üzərindəmi deyim, diyirlikli belə kalçuklar üzərindəmi deyim, uşaqları gəzdirirlər. Nəyə görə? Ayaq hər şeyi hiss eləsin. Kiçik motor, böyük motor, psixomotor bacarıqlar, eyni zamanda əl hərəkətləri olsun. Müəyyən hərəkətlər, məsələn, sağ-sol beynin inkişafı üçün tutaq ki, sağ əllə də, sol əlinə də uşağın qaşıq verir, tökür mərciməyə qabağına, deyir ki, sağ əlinlə eyni anda, digər sol əlinlə götür, bu sağ əlinlə sağdakı qabın içərisinə mərciməyi tök, sol əlinlə də soldakı, eyni anda elə deyir bunu. Burada nədir? Sağ və sol beynin eyni anda inkişafıdır da, bu başa düşürsünüz. Yəni, bu kimi oyunlar uşağı irəli aparır. Amma biz nə deyirik? Bizim hal-hazırda valideynlərimizin çoxu nə istəyir? Deyir, mənim uşağım deyir 20-yə qədər, 50-yə qədər, 100-ə qədər saya bilir. O insanı qabağa aparmır, o uşağı inkişaf elətdirmir. Uşağı məhz inkişaf etdirən zəruri həyati bacarıqlardır. Onları bilən uşağın beyni də aktiv olur. Yəni biz də ona görə bizim təsviri fəaliyyət məşğələmiz məhsuldar bir fəaliyyətdir də, yəqin ki bilirsiniz. Məhsuldar nədir? Yəni o qədər orada belə deyim, dəyərləndirmə mövzusunda keçmişsiniz də fəaliyyət məhsullarının təhlili. O qədər məhsuldar fəaliyyətlər orada olur ki, əl əməyi olsun, uşağın əl bacarıqları olsun, göz koordinasiyası olsun. Əsas orada olur. Yəni bu gün bir valideynin məqsədi istəyir ki, uşağına motor bacarıqlarına görə ruskanı çox versin. Yəni qələmi belə deyək də, çox versin ki, uşaq çoxlu yazsın, pozsun, rəngləsin. Müəllimin və ya valideynin burada məqsədi nədir? Deyir ki, uşağımın deyir əli ruskaya, yəni qələmə öyrəşsin. Müəllim burada həmin valideyn demir ki, mənim uşağımda rəsm, estetika formalaşsın. O deyir ki, qoy deyir qələmə öyrəşsin və yaxud da ki, plastilini gəlir qoyur qabağına, deyir ki, qoy əlində deyir o plastilini deyir ovsun deyir, formaya salsın deyir. O plastilini əldə ovduqca əl əzələləri yorulur, hərəkətə gəlir. Bilirsiniz də yəqin ki. Ona görə də burada nədir məqsəd? Burada məqsəd odur ki, kiçik motor bacarıqlarının fəaliyyəti üçün bunu eləyir, idman üçün bunu eləyir. Amma bir də var, mən deyirəm ki, uşağın rəsmə marağı var. Verirəm karandaşı, verirəm nə bilim qələmləri, verirəm boyaları, deyirəm ki, gözəl rəsmlər çəksin. Məqsədim nədir burada? Gözəl rəsm çəkməkdir, estetikadır, gözəllikdir. Onda estetik və yaradıcı inkişaf sahəsi olur. Mənim məqsədimə görə dəyişir. Yəni estetik və yaradıcı inkişaf sahəsi siz əgər istəyirsinizsə uşaq belə deyim, idman eləsin, uşağın zehni gərginliyi aradan qalxsın, onda fizikini verin. Yox, əgər gözəllik axtarırsınızsa estetiki verin. Yəni estetikdə olan yapma, quraşdırma, rəsm, aplikasiya ilə fizikdə olan fərqi odur. Fizikdə 1-1-4 standartındadır da. Yəni alt standartlar bilirsiniz də imtahana düşür. Bugünkü çərçivədə də çıxdı. Alt standart, fəaliyyət, ümumiyyətlə Hicran müəllimə də çox gözəl bilir ki, o çərçivəni Hicran müəllimə artıq bizə 1 ildir qoşulur. 1 ildən bəlkə də çoxdur. Çərçivə sənədində çox gözəl bilir ki, orada bizim keçmədiyimiz mövzu yoxdur. Hicran müəllimə siz deyin, keçmədiyimiz bir mövzuya rastlaşdınız mı? Bəli, müəllimə, yox, var, yox. Orada bütün, mən bugün baxmışam, qızım atmış çərçivə sənədini Facebookdan götürmüşdü, açıqlamasını, biri var sadə formada, o içəri araşdırmışdı ki, o cədvəli göndərib.
Mən baxdım ki, oradakı hamısı keçdiyimiz mövzulardır. Orada Əlavə də çox mövzu keçmişik biz. Müəllim, Əlavə bir onlarla də da çox mövzuların açıqlamasıyla keçdiyimiz mövzular çox idi ki, hansı ki, məsələn, əhatəli öyrəndiyimiz mövzular var. Artıq varsa əksik yoxdur. Yəni Ay, ki, biz sağ o olun. mövzuların hamısını Mən keçmişik. həmişə deyirdim ki, 4 çərçivə, 5 çərçivə Sadəcə əsasında olaraq öyrənin. Aydın müəllimə, təkrara çox böyük ehtiyacımız var. Bilirəm, başa Ay, düşürəm. sağ Hamımızda olun. yorğunçuluqdur, hava istidir, işin sezonudur. Nəsə də ona görə deyirəm ki, təkrara üstünlük verək. Bir mövzu Eynən, verildi, yəni iki mövzu keçmədiyimiz təkrar olsun. mövzu yoxdur. Alt standartları Bəli. bilən müəllimə üçün yol necə deyək, yaşıl işıqlıdır və eyni zamanda fəaliyyət mövzusu. Gördünüz, yaşlara görə öyrənmə fəaliyyət hamısı var. Yəni mən sizə demişdim, Bəli. deyirdi ki, müəllimə, mənim təlimçim əvvəl qoşulduğum deyirdi ki, fəaliyyəti öyrənmə ehtiyacı, daha doğrusu, fəaliyyəti öyrənmə ehtiyacı yoxdur. Gördünüz, düşür. Demişdim ki, düşəcək. Fəaliyyət elə bir mövzudur ki, məntiqlə mən yox, siz özünüz düşünün. 54 səhifəlik kurikulumun 11 səhifəsini fəaliyyətə veriblər. Əgər bu fəaliyyət önəmli olmasaydı, niyə 11 səhifəni əziyyət çəkib fəaliyyət mövzusuna ayırsınlar ki? Və yaxud da ki, alt standartlar, o cədvəllər izah eləyə bilməyənlər əlbəttə ki, deyəcəklər ki, öyrənmə, özlərini yormaq istəməyənlər xırdakı mövzudur axı. Onu tam müəlliməyə sən öyrətməlisən, müəllimə tam öyrənməlidir, smartı həmçinin. Nəyə görə? Çünki qeyd elədiyim kimi öyrətmək çətindir. Çünki qarşı tərəfə sən onu ötürməlisən, mürəkkəb mövzudur. Baxdınız, gördünüz ki, var. Məzmun standartları və standartlar qeyd olunub. Və əlavə olaraq da nəzəriyyələr keçən il diaqnostika çərçivənizdə düşməmişdi, amma imtahanınızda düşdü. Diaqnostika çərçivənizdə düşməyəndə dedim müəllimlər imtahana düşəcək bu. Nəzəriyyələri öyrənin. Çox müəllim öz bildiyini elədi, dedi ehtiyac yoxdur müəllimə, çərçivəmizdə yoxdur bir şey. Ondan sonra digər mövzulara önəm verim. Yox, müəllimə 6 dənə alimin nəzəriyyəsi düşür yanaşma, 3-ü yanaşmadı, 2 dənə nəzəriyyədir. Piagetdir, Montessori'dir, Gardner'in nəzəriyyəsidir. Aşağıda da ki şey yazmışdı. Montessori'dir, Waldorf'dur, Emil yazdı. Hamısı da keçdiyimizdir. İndi deməyim nədir ümumi olaraq? Mən əlavə dəstə nəzəriyyəçiləri keçəcəm ki, daha gözəl olsun ki, birdən gözləmədiyiniz yerdən də düşə bilər də. Yəni orada bizim o çərçivədə bizim proqramımızın 30% var. Bizim proqramımızın 60% də mənim əlavə dərslərimdir. Mümkün deyil ki, düşməyən bir mövzu olsun. Keçən il diaqnostika sınağını Hicran müəllimə, bəlkə də sizin qrupunuzdaydık. Biz başdan ayağa analiz eləyəndə nə dedim? Müəllimlər, diaqnostika imtahanınızın testlərini. Burada bizim keçmədiyimiz bir mövzu varmı? İnanın, hər biri dedi ki, yoxdur. Elə bir mövzu yoxdur ki, biz keçmirik. Ay, sağ olun. Yəni deməyim odur ki, keçən il sizin çərçivənizdə, diaqnostika çərçivənizdə nəzəriyyələr yox idi, adı yox idi. Amma dedim ki, imtahana düşəcək. Gəldiniz, imtahan verdiniz, 6 dənə nəzəriyyətdən sual düşdü sizə. 6 dənə. Az yox ha. İndi gəldilər nəzəriyyətçiləri yazıblar. Yəni deməyim odur ki, nəyəsə aldanmayın. Oturun, oxuyun. Nə gəlir qarşınıza oxuyun. Məktəbə qədər təhsillə bağlı hər şeyi oxuyun. Heç nə yox. Mən nə göndərirəmsə onu öyrənin. Həm miktlər, həm sertifikasiyalar. Fəaliyyət mövzusunu biz özümüz öyrənək, yoxsa ayrıca mövzu kimi keçəcəyik onu? Ayrıca müəllimə izahı da var onun. İzahını da qəşəng xırdalamışam. 2, 3, 3, 4, 4, daha doğrusu 3, 4, 4, 5, 5, 6 qalıb. Onun da izahını paylaşacağam. 1, 2, 2, 3 yaşı xırdalığına qədər izah eləmişəm. Hicran müəllim özü dinləyir. Dərs olaraq keçəcəyik, yoxsa özümüz öyrənək? Bunda girdik la. Onu da keçəcəm. Amma bu qrupda keçəcəm. Belə yəni demək olar ki, bu hissə hərəkətidir, yoxsa formal əməlidir. Bunları biz hələ keçməmişik də, bilmirəm. Yox, onlar nəzəriyyədir. Onları sonda keçəcəm. Nəzəriyyələr sonda. Yəni. Əlbəttə ki, müəllimə, mən qeyd elədiyim kimi bizim hal-hazırda sizin o bugün baxdığınız çərçivə bizim proqramımızın 30%-dir. Yəni bizim proqramımız onun 3 qatı qədər daha çoxdur. Yəni əlavə mövzular daha boldur. Fəaliyyətdir, onlarda heç birini keçməmişik də. Suallarda ən çoxu belə demək olar ki, 20 dənə sual sınaqlarda onlar düşür. Mən onları da yaza bilmirəm. Yazdığımda keçməmişik, hələ keçəcəyik. Hələ biz nə keçmişik ki, 2 ayda proqram keçmişik. İndi inşallah öyrənək, gələcəkdə özünüz sınaqlarda aktivliyinizi görəcəksiniz. Sadəcə yenə də deyirəm, güclü müəlliməm var mənim, gözəl danışır, amma test bacarığı zəifdir. Testi işləyə-işləyə inanın ki, balını qaldırdı. 25-dən 50-yə qaldırdı. Amma keçdiyim mövzularda, keçdiyim mövzuların hamısını 100%-ində düzəldirəm. Amma keçmədiklərimi keçmədiklərimi də keçəcəyik. Hələ keçməmişik. Hələ proqramın yarısına gəlmişik. Yarısından da azını keçmişik. Mən dərsləri öyrəndim, testim zəif idi də. Siz dediniz ki, ancaq test işləyin. Bir ay ancaq test işlədim. İndi çox şükür yaxşıdır, yəni test. Müəllimə, test işləmə texnikası qədər gözəl heç nə yoxdur. İnanın, elə gözəl variant sizə çıxır ki, sadəcə yenə də deyirəm.
Eynən. Yəni onu belə deyim də, sırf məntiq yolu ilə özüm təlimini almışam. Mən istəyirəm ki, sizlər də test işləmə texnikalarını biləsiniz. Onu bilən müəllimə, zəif müəllimə də gedir imtahanda yüksək bal toplayır. Belə, başlayaq sözü uzatmadan. İndi Hicran müəllimə yenə də vurğuladığım kimi müəllimlər, yəni bu gün mən riyaziyyat məşğələsi keçirəm. Mən nəyi verəcəm? Əlbəttə ki, rəsmi verə bilərəm, applikasiyanı verə bilərəm, yapmanı, quraşdırmanı. Amma mən harda verəcəm bunu? Fiziki üçün verəcəm. Yəni standart olaraq fizikini qeyd eləyəcəm. Yəni digərini qeyd eləməyəcəm. Başa düşdünüz? Digərini qeyd eləməyəcəm. Motorikaya görə. Çünki estetik və yaradıcı inkişaf sahəsi özlüyündə bir ağır bir məşğələdir. Mən bu gün riyaziyyatı keçdim. Uşaqlara 3 dairəsində tutaq ki, 3 rəqəmini öyrətdim deyək. Gəlirəm indi deyirəm, ay uşaqlar, gəlin plastilindən 3 rəqəmini düzəldək. Yaxşı, uşaqlara da deyim ki, ay uşaqlar, 3-ün başı belə əyridir. Rəngdən düz istifadə etməmisən, düzgün formaya salmamısan, bu uşağa özü çətin bir məşğələdir də bu. Bu riyaziyyatdan bu 3-ü öyrənib uşağın yaş qrupuna görə. Təzədən mən də deyirəm ki, gəl bunu da elə, əlbəttə ki, uşaq yorulacaq. Ona görə də mən neynəməliyəm? Mən verməliyəm fizikinin 1/4-ünün yapmasını verməliyəm ki, yəni mənim məqsədim burada uşağı yormaq deyil. Estetik olsaydı yorulacaq uşaq. Amma mən fizikini verirəm və mən onun 3 rəqəminə demirəm ki, bu nə gündədir, bu niyə belə? Əsas o ki, o 3-ü öyrənib. Mənim məqsədim orada uşağın yapma ilə nəsə düzəltmək deyil. Mənim məqsədim nədir? Riyaziyyat məşğələsidir. Və mən 3-ü öyrətməliyəm burada. Onsuz təsviri fəaliyyətdə öz məşğələlərinə uyğun əl işlərini keçirik də. Sadəcə mən nəyə onu idmana görə ki, yorğunçuluğu aradan qalsın. Ona görə Bəli, müəllimə, inteqrasiya özü o deməkdir də. İnteqrasiya odur ki, uşağın yorğunçuluğu aradan qaldırsın. Uşaq davamlı oturuş qaydasıyla o bir sahədə, bir fəaliyyət üzərində çalışaraqdan uşaq bezir də, yorulur da, yorucu da olur. Hətta əli ilə belə arxasından geri də tələyir ki, yox, yoruldum bəsdir. Ona görə də inteqrasiya ondan ötürü ki, fəaliyyətə görə inteqrasiya eləyəndə yorğunçuluq aradan qalxır. Təlim inteqrasiyada təlim asanlaşır. Belə, indi müəllimə, siz mənə vurğulayın görək. Rəsmi də dedik, applikasiyanı da yapmanı da, quraşdırmanı da. Vurğulayın siz mənə, orta qrupun rəsminin açar məqamları nələr idi? Orta qrup rəsmi. Bax, orta qrupda rəsmdə müəllimə, qısaca deyirəm, çox uzatmaq istəmirəm müəllimlərin də vaxtı alınması. Orta qrupda, məsəl üçün, səliqəli rəngləmə əsas götürülür. Uşaqlar, məsəl üçün, hər hansı bir əşyanın formasıdır, ölçüsüdür, estetik zövqü səsləndirməkdir. Albom orta qrupda verilir. Məsələn, məfhumların yerləşdirilməsi. Orta qrupda uşağa başa salınır ki, günəşdir, aydır, buluddur, məsəl üçün, səmadır, ulduzlardır, onlar yuxarı hissədə, səmada olur, göydə olur. Yerdə, məsəl üçün, ağaçların, dağın və yaxud da ki, çayın, suyun, hər tərəf onların yerləşməsi. Yəni ki, bunların orta qrupda bunları uşaqlara başa salmaq lazımdır. Albom da ki, biz bildiyimiz kimi orta qrupdan verilir. Səliqəli rəhləmə əsas götürülür. Məfhumların yerləşməsinin düzgün qaydada bilməlidirlər orta qrupda. Göydə günəş olur, yerdə su, hava, torpaq olur. Sağ olun. Albom verilir orta qrupda. Düzdür, səliqəli işləmə orta qrupdan başlayır. Ümumiyyətlə biz nə deyirdik? 1-3 yaş arası olan bizim fəaliyyətlərimiz daha çox sadə olur. Böyüklərin köməyi daha çox olur. Amma 3-6 olanlar mürəkkəbləşir. Uşaqlara ümumiyyətlə adi bir təlim 3 yaşdan etibarən başlayır. Niyə bağçalara deyirlər ki, 3 yaşdan sonra gəlməyi yaxşıdır? Çünki körpəlik dövründə hələ uşaq əməkdaşlığı, sosiallığı öyrənir. Nə deyirlər? Deyirlər ki, 1-3 yaşında ancaq fəaliyyətlər oyun əsaslı keçirilir. Amma 3-6-da müəyyən qədər məşğələ kateqoriyalı keçirilir. Yəni 1-2 yaşda məsəl üçün məşğələ daha çox oyunla keçirilirsə, başdan sona qədər musiqi sədaları, oyunla ki, uşağın diqqəti yayılmasın. Amma 3-6-da müəyyən qədər oturuş, duruş, qayda, sakitlik, müəlliməni dinləmək, bu kimi mürəkkəb kateqoriyalar, mürəkkəb proseslər işə daxil olur. Yəni aradakı fərqə görə, yəni 1-3 ilə 3-6 arasında fərq var. 3 yaşından da albomu veririk biz. Unutmayın bunu. Müəllimə, vurğulayın siz mənə. Deyirəm ki, applikasiya nədir? Applikasiya sözünün mənası nədir? Sonra suallar verəcəm. Bəli, applikasiya müəllimə, biz applikasiya sözünün mənası birləşmə deməkdir. Applikasiya ikinci kiçik qrupdan başlayır. Üçüncü yaşda, yəni ki, orta qrupda qayçıdan istifadə olunur. O da sərbəst formada deyil. Müəllimin nəzarəti vacibdir. Çünki orta qrupda qayçı verilirsə, həm orada nəzarət lazımdır, həm də uşaqların o qayçıdan istifadə qaydasını öyrədilməlidir uşaqlara. Yəni ki, orta qrupda sözün rolu əvəzsizdir. Böyük qrupda da biz bilirik ki, simmetrik kəsim formasıdır, tüklü fakturadır. Məktəbə hazırlıqda da sülyet kəsimdən istifadə olunur. Məsəl üçün, orada heç bir köməyə ehtiyac duyulmur. Sadəcə olaraq
çətinlik olarsa, hər hansı bir yenilik olarsa, diqqət obyektin formasına yönəlir. Məsəl üçün, hansı formadadırsa, tutalım hər bir maketin, hansısa bir heyvan maketinin kəsilərəkdən yapışdırılmasıdır və yaxud da hər hansı bir, tutalım, şam ağacının simmetrik kəsimidir. Diqqət ona yönəlir ki, obyektə yönəlmədir. Əsas diqqət məktəbə hazırlıq qrupunda sülyet kəsimdir. Orada heç bir köməyə ehtiyac duyulmur. Uşaqlar öz yaradıcılıqlarına inanırlar, etibar edirlər, öz yaradıcılıqlarını ortaya qoyurlar. Ona görə də uşaqların əgər lazım olarsa, kömək, istiqamət, yeniliyə görə istiqamət göstərilir. Burada da uşaqların əl işləri nümayiş etdirilir və yaxud da ki, əl əməyi güşəsində nümayiş etdirilir. Yuxarı qrup olduğuna görə məktəbə hazırlıq qrupu. Əla, düzdür. Bir də vurğulayın siz mənə. Burada tüklü faktura dedikdə nə nəzərdə tutulur? Tüklü faktura odur ki, müəllimə, aplikasiya böyük qrupa aiddir. Burada uşaqlar cırıb yapışdırma. Tüklü faktura odur. Hər hansı bir əşya deyək, hər hansı bir formanı deyək, hər hansı bir ölçüsünə tutalım, balıq rəsmini, cizimi çəkilib. Bunu tüklü faktoru ilə. Məsəl üçün, balığın orta hissəsi, beli, quyruğu hansı rəngdədirsə, uşaqlar rəngli kağızları cıraraq yapışdırma üsulundan istifadə olunur. Tüklü faktura bu deməkdir, özü də böyük qrupa aiddir. Aplikasiyada simmetrik kəsimdir, tüklü fakturasıdır, tüklü fakturadır. Bunlar böyük qrupun əsas fəaliyyətidir. Bir sual verə bilərəm, üzr istəyirəm, Hicran müəllim, kəsdim sözünüzü. Buyurun müəllimə, buyurun. Müəllim, burada tüklü faktura kimi ikinci kiçik qrupda da var. Burada da cırma üsulu ilə uşaqlar yapışdırır kağızları. O tüklü faktura sayılmır. O adətən cırma üsulu ilə ikinci kiçik qrupda uşağa qayçı vermirik biz. Qayçı verilmir, ona görədir. Bəli. Məsələn, sizə deyilsə ki, adi imtahanda sual düşə bilər ki, uşaq ikinci kiçik qrupda müəllim uşaqlara qayçı verərək onda əl işləri formalaşdırır. Hansı inkişaf sahəsinə aiddir? Gedib götürəcəksiniz təhlükəsizlik. Niyə bilirsiniz? Çünki təsviri fəaliyyətdə bilən müəllim o dəqiqə bilir ki, ikinci kiçik qrupda qayçı nəyə əlaqə? Mən bilirəm axı ki, qayçı üçüncü qrupdan başlayır. Təhlükəsizliyə görə. Demək ki, burada müəllim estetikliyi formalaşdırsa belə təhlükəsizliyi buradan pozur. Əsas olaraq nə pozulur? Təhlükəsizlik. Yaxşı, ona görə öyrənin. Məsəl üçün, deyə bilər ki, bilirik ki, uşaqların əlinə sabunu sərbəst formada 3 yaşından veririk də biz. Sual ki, birinci kiçik qrupda Aygün müəllimə uşaqlara plastilin işindən sonra bildirdi ki, gedin əllərinizi məsələn sabunla yuyun. Elə deyil. Burada hansı inkişaf sahəsi? Deməyəcəksiniz ki, gigiyenadır. Burada artıq pozulan nədir? Təhlükəsizlik. Çünki sabun 3 yaşlı uşaqlara verilə bilər. Öz nəzarəti altında nəzarət edirsə o ayrı, amma uşaqlara birbaşa tək göndərirsə, burada təhlükəsizlik pozulmuş olur. Unutmayın bunu. Bu nüanslara diqqət yetirin. Ona görə deyirəm ki, yəni qayçı təhlükəli olduğu üçün ikinci kiçik qrupda sadəcə kəsərək yapışdırırlar. Amma tüklü faktura özü bir bacarıqdır. Belə qabarıq olur da, qabarıq formada olur tüklü faktura. Və o şəkillər var ha, orada olan şəkillər. O şəkilləri yaddaşınıza həkk edin. İmtahanda qarşınıza çıxacaq inşallah. Yəni onlar düşür imtahanı. Sağ olun. Müəllimə bir də deyin mənə zəhmət olmasa. Dediyimiz kimi təsvir fəaliyyətinin 4 növü var. Rəsm, aplikasiya yapma, quraşdırma. Bunları unutmayın. Bu 2022 miqinə düşmüşdü ki, təsvir fəaliyyətinin neçə növü var? Sadə suallar. Yəni sadə çox sual düşür. Yəni yadınızda qalsın. Xırdan nüanslarda səhvlik eləməyin. İndi siz mənə deyin görüm, ən çox müəllimin əyaniliyi hansında olmalıdır? Müəllimin əyaniliyi birincidə yaş qrupunda. Rəsmdə deyirsiniz müəllimə? Ay, sağ olun. Müəllim əyaniliyi rəsmin birinci yaş qrupunda olmalıdır ki, öz əli ilə artıq uşağa istiqamət verə-verə öyrədilməlidir. Bəli. 3 barmaq texnikası nədir? Nədir bu? Nə üçün 3 barmaq texnikası odur ki, müəllimə. Burada bəli, birinci kiçik qrupa müəllimə. Birinci kiçik qrupa aiddir ki, orada 3 barmaq texnikası necə inkişaf edir? 3 barmağın əsas öyrədilməsi birinci kiçik qrupdan başlayır. Mum təbaşirləri xırdalayırsan, 3 barmaq. Onu xırdalamaq nəyə görə fəaliyyət göstərilir? O böyük olsa, bilirik ki, məsələn, o başqalarda uzun olur da, o da rəhli təbaşirlər, mum təbaşirlər. Onlar, məsələn, onu biz xırdalayırıq ki, uşaqlar bu 3 barmağı ovuza hansısa bir əşyanı götürəndə, yerdən, məsələn, daşı götürürsən, hər hansı bir əşyanı götürəndə, 3 barmaqla götürürsən də ovuz içindən xışmalayıb götürmək olmur ki, o barmağı o təbaşirləri xırdalamaq ona görədir ki, o təbaşirləri 3 barmaqla birləşdirib tutub, hər hansı lövhədəmi, maili səth üzərindəmi, rəsmin çəkilməsi, şərt o deyil ki, hansı rəsmisə yarada bilsin. Əsas odur ki, 3 barmaq texnikası
düzgün inkişaf eləsin uşaqda ki, biləklər azca da olsa maili formada geriyə doğru əyiləndə uşağın gələcəkdə yazı yazma texnikasını mükəmməl formada inkişafına gətirib çıxardır. Şərait yaratmaq deməkdir müəllimə. Aha. Bir də deyin siz mənə zəhmət olmasa, vurğulayım sizə mən. Bu uşaqlarda düzgün oturuş qaydaları hansı yaş dövründən O öyrədilməlidir? ikinci Uşaq kiçik necə qrupda oturmalıdır? müəllimə. İkinci Ay, kiçik sağ ol. O qrupda da ikinci olmalıdır ki, orada uşaqların simmetrik, məsəl üçün, onurğa sütununun əyilməməsi. Ayaqlar döşəmədə düz olmalıdır. Kürək stulun arxa tərəfində söykənməlidir. Dirsəkdən aşağı üstə masanın üzərində olmalıdır. Düzgün oturuş qaydası özüm də məsəl üçün öz fəaliyyətimdə həmişə uşaqlara dediyim bir üsuldur ki, stolda düzgün otursunlar. Çünki o məndən ötürü bir qırmızı cizgidir ki, uşaqların çoxsunda onurğa əyriliyi var. Ona görə də hər dəfə stolda oturanda, istəyir yemək yeyəndə olsun, istəyir rəsm çəkəndə olsun, oturuş qaydası. Ən birinci oturuş qaydasına diqqət yetirdiyim bir fəaliyyətdir. Oturuş qaydasına fikir verilməlidir. O da ikinci kiçik qrupdan başlanır, öyrədilir uşaqlara müəllimə. Əla. Yəni dediyimiz kimi uşaqlarda düzgün oturuş qaydaları var. Necə oturmaq lazımdır? Hər biri qeyd olunub və ikinci kiçik qrupa aiddir. Yəni hər fəaliyyətində uşağın düzgün oturuş qaydaları önəmlidir. Elə insan var ki, o qədər masada çiynini önə əyib oturur ki, o formada da çiyni formalaşır, belə çiyin qalxır yuxarı. Yəni körpəlikdən bilirsiniz də sümük çox həssas olduğundan, eyni zamanda fiziki inkişaf intensiv inkişaf etdiyindən, Var müəllimə. yəni bədən Elə uşaqlar ki, ayaqlarını qaldırır oturduğu stolun üstünə, belə sual işarəsi kimi oturur. İki çiyinlərini belə irəliyə doğru baş girir çiyin hissənin içinə. Yəni düzgün forma deyil də onun oturuşu. Əllər məsələn çox vaxt hər dəqiqə dediyim üsul odur ki, əllər stolun üstündə, öz də bir-birinin üstündə onurğa düz formada oturuş qaydası. Lazımdır da gələcəkdir, körpə uşaqlardır, niyə qüsur olsun ki? Ay, sağ olun. Müəllimə, bir də deyin siz mənə zəhmət olmasa, vurğulayacağım sizə mən. Bu barmaq rəngkarlığı ümumiyyətlə nədir? Barmaq rəngkarlığı zamanı bu boyaların hansından istifadə olunur? Müəllimə, barmaq rəngkarı biz bilirik ki, qeyri-ənənəvi rəsm texnikaları var. 7 cürədir onlar. Barmaq rəngkarlığıdır, ştamping texnikasıdır, pantilizm texnikasıdır, monotipiyadır, klassografiyadır, fotokopiya bir də qrataj texnikasıdır. Bu texnikaların hamısından istifadə olunur. Sadəcə olaraq barmaq rəngkarlığı texnikasında yaş həddi fəaliyyət qruplara görə heç vaxt ayrı seçkilik yoxdur ki, yaş həddi qoyulsun. Sadəcə olaraq sadədən mürəkkəbə doğru fəaliyyət proqramı var. O da özünün planlaşdırdığımız fəaliyyətdən asılıdır. Burada kimyəvi qatqısız rəng boyalarından istifadə olunur. Kimyəvi qatqısız, yəni ki, uşaqlara heç bir zərəri, ziyanı yoxdur. Sadəcə olaraq indiki uşaqların biraz allergiya meyilli olduğuna görə nə qədər olsa da ki, məsəl üçün deyilir ki, heç bir uşağa zərəri yoxdur. Ona da nəzarət etmək lazımdır ki, uşaqlar hər hansı barmaq rəngkarlığında o əllərinə boyadan ağızlarına almasınlar ki, səhərsi günü nəsə bir başqa bir fəsadlar baş versin. Barmaq rəngkarlığı hər bir qrupda istifadə olunur. Sadəcə olaraq orada bacarılan qabiliyyətlərlə, inkişaf edən bacarıqlarla fərqlənə bilər yaş qruplarına görə. Məsələn, böyük qrupda, məktəbə hazırlıq qruplarında başqa fəaliyyətlər ola bilər. Ən sadə üsulu, məsəl üçün, aşağı qruplardan birinci kiçik qrupdur, ikinci kiçik qrupdur. O qruplarda sadə barmaq, ştamp kimi qoymaq, barmaq boyasından istifadə etmək və yaxud da ki, baş barmağı batırarakdan rəsm fəaliyyətini hansısa nəyisə çəkmək, anlayışı olsun deyə. Yəni ki, heç bir ziyanı qatqısı, kimyəvi qatqısı olmayan boyalardan istifadə olunur. Əla, barmaq rəngkarlığında heç bir, belə deyim, fərqli boyalardan istifadə olunmur. Onlar üçün ayrıca, yəni barmaq rəngkarlığı üçün ayrıca boyalar olur. Gözə də düşsə, yəni bir problem yaratmır, amma yenə də biz ehtiyatımızı görürük. Yenə gözləmək lazımdır. Bəli, uşaqlar çalışırıq ki, ağzına, gözünə aparmasın. Ayda mənim, hətta mən oxumuşdum ki, elə boyalar var ki, uşaq onun dadına baxa bilər. Bəli, düz deyirsiniz, var. Yəni baxa bilər, amma yenə də biz nə edirik? Ehtiyatımızı gözləyirik. Sonra, müəllimə, bir də siz mənə deyin görək, bu qeyri-ənənəvi rəsm çəkmə texnikalarının sadəcə mənə adlarını deyin.
Adlarını deyim. Biri 7 adı var, 7 mərhələdən ibarətdir. Barmaq rəngkarlığıdır, ştamping texnikasıdır, pointilizm texnikasıdır, monotipiya texnikasıdır, klassografiyadır, fotokopiyadır, bir də qrataj texnikasıdır. Aha. Hansı yuxarı yaş qruplarında istifadə olunur məktəb Monotipiya hazırlığı? texnikasıdır, qrataj texnikasıdır. Yox, məktəb hazırlığı deyirəm. Mən sadəcə məktəb hazırlığı. Qrataj texnikası, bir də monotopiya texnikası. Qratajın əsas məqamı nə idi? Əsas məqamı qratajın ondan ibarətdir ki, müəllimə, burada hansısa bir kardondumu və yaxud da ağ vərəqdimi, o rəngli tabaşirlər altdan çəkilir, üstündən isə qara quaşla örtülür. O quruyandan sonra orada çizimlər çizərəkdən də hər hansı bir rəsm əsərini yaradaraqdan o cızıqların altından görülən o rəngbərəng olan tabaşirlərin üzə çıxması, qrataj texnikasının ortaya çıxmasıdır müəllimə. Rəsm əsərinin alınmasıdır. Ay, sağ olun. Bir də deyin müəllimə, siz mənə origami nədir? Onu da deyin, kifayət eləyir. Origami kağız qatlama üsulundan olandır. Mən Çində çox istifadə olunan bir texnikadır. Bizdə də Frebel idraki uşaqların zehni inkişafının yaxşı inkişaf eləsin deyə riyaziyyat məntiqi təfəkkür məşğələsində həmin fəaliyyəti önə çəkilir ki, həndəsi fiqurları daha yaxşı dərk eləsinlər origami texnikasında. Origami odur ki, məsəl üçün, klassik origami ondan ibarətdir ki, burada uşaqların idrakının inkişafında 4 kvadrat formada olan origami texnikasından istifadə olunur. Yəni, burada heç bir kleydən və ya, istəyirəm, rus dilində yapışqandan və qayçıdan istifadə olunmur. Sadəcə olaraq qatlama yolu vasitəsindən uşaqlar hər hansı bir fiquru yaradıb ortaya çıxardırlar. Bu origami texnikasıdır. O da yalnız və yalnız orta qrupdan verilir, başlayır müəllimə. Artıq yuxarı qruplara doğru fəaliyyət proqramından asılı olaraqdan da təmin olunur, tərtib olunur. Əla. Bir də deyin müəllimə, siz mənə son olaraq bunu deyəcəm. Hansı qeyri-ənənəvi rəsm çəkmə texnikasıdır ki, bu nöqtə adlanır və çox səliqəli yaranır. O, pointilizm texnikasıdır müəllimə. Qulaq çöpü vasitəsindən çəkilən rəsm əsərləridir. Həmsə rəngarəngliyindən, həm səliqəliyindən göz oxşayan bir əsərdir. Qulaq çöpləri vasitəsindən, yəni nöqtə deməkdir. Pointilizm nöqtə deməkdir. Qulaq çöpü vasitəsindən çəkilən rəsm əsəridir. O da 1885-ci ildə Fransada tərtib olunur. Çox sağ olun, Allah razı olsun. Əla, müəllimlər, baxın, bu kaydı göndərəndə bu dediklərimin hər birini dəftərə qeyd edin. Mütləq. Aha. Başlayaq, müəllimə, deyin siz mənə. Ümumi olaraq vurğulayın. Müəllimələrdən bircə dəqiqə. Aha. Fərqanə Sadıqova açsın səsi. Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Fərqanə müəllimə, siz mənə vurğulayın görək. Bizim qeyri-ənənəvi rəsm çəkmə texnikalarımızdan hansıları bilirsiniz? Onları deyək. 7 dənədir müəllimə. Qeyri-ənənəvi rəsm çəkmə texnikası, barmaq rəngkarlığı, ştamping, pointilizm, monotopiya, Klassografiya. Biraz o çətindir deyə bilmirəm. Fotokopiya və qratajdır. 7 dənədir. Düzdür. Hər birinin açar məqamları açıqlamasını deyə bilərsiniz mənə? Barmaq rəngkarlığı mənim uşaqların barmaq uclarında və obruz üstündən istifadə olunur. Yəni, burada rənglərin uşaqlar istifadə edəndə ziyanı yoxdur, yəni təhlükəsizdir. Amma yenə də ehtiyatlı, Hicran müəllimə demişkən, allergiyalı uşaqlar da ola bilər. Hər ehtimala qarşı onları nəzərdə saxlamaq lazımdır. Ştamping texnikası, məsələn, bir fiquru boyayıb əlavə edirik və fiqur tərəfinin tərs tərəfinə çevir, daha sonra onu ətrafını rənglərlə, boyanla rəngləyirik. Pointilizm fransız sözü olub, nöqtə deməkdir. Burada qulaq çöpündən istifadə olunur və rəsm qulaq çöpünü boyaya batıraraq həmən rəsmi boyamağa başlayırıq. Monotipiya texnikası isə Yunanca bir iz deməkdir. Bu zaman, məsəl üçün, bir kağızın üstünə bir rəsm çəkib, digər kağıza yapışdırırıq. Bu zaman çəkdiyimiz rəsmin bir hissəsi həmən kağızın üzərinə, əksinə düşür və əks olan
elə bil ki, rəsmi boya ilə təzədən düzəldirik və bunlar bu texnikadan psixologiya və metodikada da istifadə olunur. Sonra ştamp dediğim, fantezim, barmaq dediğim, filoskopiyadır. Bunu üfürlərək uşaqlar rəsm çəkirlər. Yəni kağıza bir damcı rəng qatırıq, sonra uzun belə çöp var. O çöp vasitəsilə üfləyərək fırça ilə sonra boyayırıq rəsmə kağız üzərində. Sonra fotokopiya var ki, fotokopiyada şam və ya sabun parçasından istifadə edirik. Sulu boyadan da istifadə olunur burada. Qratajdakı müəllimə qalın kağız və ya ağ kardon ya ağ kağız üzərində istifadə olunur. Müəllimə, bir də siz sözünüzə olar, bir də söz soruşmaq. Ayda müəllimə, orada fotokopiya testlərdə düşür ki, qeyri-ənənəvi rəsm deyil. Düzdür? Niyə? Yox. Testlərdə belə düşür. Yox. Qeyri-ənənəvi rəsm çəkmə texnikasıdır. Fotokopiya düşdü Və müəllimə. onlar özləri elə orada bu sırf faydalı materiallar bölməsindən Arifin paylaşdığı PDF-dir, rəsmə PDF-dir. Mən bunu olduğu kimi sizə yönləndirmişəm. Fotokopiya qeyri-ənənəvi rəsm çəkmə texnikalarının içərisindədir. Yəqin başqaları var, ya təhsil almışsınız, ya da testi tərtib edən. Onu maraqlandım. Yox, testi tərtib edən yəqin səhv tərtib edib. O ola bilməz. Çünki burada qeyd olunur. O fotokopiya yox, fotokimya idi. Testdə. Hə, olar. Bəlkə də səhv almısınız. Müəllimə hərf səhv olub. Ola bilər. Baxarsınız yenə də fotokopiya ola bilməz. Çünki bu PDF rəsmi aiddir. Olar ki, məsəl üçün bu müəlliməmiz danışandan sonra bir fotokopiyanı, valla mən çətinliyi fotokopiya mənə çatmır da. Yaxşı, deyərəm. Bilmirəm onu. Deyərəm müəllimə indi, deyərəm indi. Narahat olmayın. Müəllimə bitirsin, mən izah verəcəm. Qrataj cızmaq deməkdir. Qratajın ardıcıllığı necə idi? Mən qalın kağız üzərinə və ya kardondan üstlərinə şəkil çəkilib, bu təbaşirlərlə rənglənir daha sonra isə quaşla üstü örtülür və qurudulur. Quruduldukdan sonra isə cızaraq təzədən həmin rəsmi çəkməyə başlayırıq. Bu əsasən məktəbə hazırlıq qrupunda istifadə olunur. Çətin bir rəsm olduğu üçün məktəbə hazırlıq qrupunda istifadə olunur. Uşaqlar məktəbə hazırlıq qrupunda istifadə edirlər. Aha. Yaxşı müəllimə, bir də mənə vurğulayın siz. Rəsm. Hansı yaş qrupudur ki, bu qrupda biz uşaqlara rəsm zamanı mahnı qoşuruq və yaxud da ki, musiqi sədaları altında, eyni zamanda şeir altında onlar rəsm çəkirlər. Amma bu İkinci kiçik qrupdur. Şeir və musiqidən istifadə ediriksə, ikinci kiçik qrupdadır ki, uşaqlarda zövq formalaşsın, yorğunçuluq olmasın. Düzdür. Sonra hansı yaş qrupudur ki, bəs biz uşaqlara deyə bilərik ki, fırçanın tam belə deyək, xovundan, incə xətlər üçün fırçanın yalnız ucundan istifadə edilməsini göstəririk. Böyük qrup, yox, fırçadır. Bəli, böyük qrup rəsmdir. Bəli, müəllimə, böyük qrupdadır. Bəs hansı yaş qrupudur ki, biz uşaqlara diqqətini əşyaların bir-birinə nisbətən yerləşməsinə yönəldirik? Hansı əşya uzaqdadır, hansı yaxındır, səmtləşmədir? Məktəbə hazırlıq qrupundadır, müəllimə. Ay, sağ olun, bu mürəkkəb xarakter daşıdığı üçün məktəbə hazırlığa aiddir. Bəs bu hansıdır ki, belə bir nümunə deyəcəm sizə. Birləşmə deməkdir. Bu təsvir fəaliyyətinin hansı növüdür ki, birləşmə deməkdir tərcüməsində. Orta qrupdadır müəllimə, 3-4 yaşda. Yox, birləşmə deməkdir. Aplikasiya birləşmə deməkdir axı. Deyirəm, tərcüməsi birləşmə. Ay, sağ ol. Tərcüməsi birləşmə. Bəs ümumiyyətlə aplikasiya hansı yaş dövründən etibarən başlayır? İkinci qrupdan başlayır müəllimə. Necə başlayır? Müəllimə, orada uşaqlara qayçı verilmir. Təbii ki, körpə olduqları üçün özlərinə xəsarət yetirməmələri üçün verilmirlər. Kağız vasitələrindən özümüz hazır vəziyyətdə verilir. Yapışqan vasitəsində onlar yapışdırırlar. Həm də ki, kağızı cıraraq, balaca öz əllərindən cıraraq, ondan da kömək vasitəsindən yəni onlarla məşğələ keçirik. Amma yəni ikinci qrupdan başlayır, onlara qayçı verilmir. Ay, sağ olun, yaxşı müəllimə. Düzdür. Tüklü faktura nədir? Tüklü faktura böyük qrupda başlayır. Bu ikinci bəxşi dediyiniz kimi ikinci kiçik qrupda da oxşardır. Amma ikinci kiçik qrupdan fərqli olaraq burada yapışqanları yapışdırırlar. Həm də uşaqların özləri
kəsilər çıxır da, məsəl üçün, nümunə deyim, biri balığı götürürlər, balığın quyruğunu neynirlər? Onlar xırda-xırda kağızı doğrayırlar və başlayırlar o doğradıkları kağızları yapışdırmağa. Yəni bu əsasən böyük qrupda götürülür. Əla. Sonra bir də deyin mənə siz, oriqami kimin adı ilə bağlıdır? Origami neydi onun adı? Oriqami qatlama yolu ilə Qatlama yolu ilə olur. quraşdırmadır. Quraşdırma deməkdir. Hansı yaş qrupuna aiddir? Orta yaş qrupuna Orta aiddir. yaş qrupuna məlumat 3-4 yaş Aha. qrupuna aiddir. İndi gəlin oriqami haqqında ümumi bir məlumat verək. Oriqami kimin adı ilə bağlı idi? Xatırlayın. Aha. Müəllimə, oriqami Yapon sözündən götürülmüşdür, yəni Yapon dilindən götürülmüşdür. Mənası qatlanmış kağız deməkdir və hara aiddir? Ayda Frebel. Məqsəd nə idi? Həndəsi fiqurları öyrətmək uşaqlara. Fiqurları Ay, öyrətməkdir. sağ olun. Bir də oriqamidə heç bir kileydən, nə bilim, yapışdırıcıdan, heç nədən, qayçıdan istifadə olunmur. Heç nədən istifadə olunmur. Heyvanların şəkli, için şəklidir, gülün şəklidir, belə qatlama vasitəsilə, Bəli, yəni qatlama ilə edilir. qatlalama ilə edilir. Yəni dediyimiz kimi, əsas qanunu sizə sualda düşsə ki, hansı fəaliyyətdir ki, bu onun əsas qanunu artıq heç nə əlavə etməmək və heç nə çıxarmamaqdır. İçərisindən də heç nə cırıq çıxartmırsan. Origami. Yəni bunların hər biri riayət olunur. Bu olur dediyimiz kimi oriqami və bu qanun texnikanı unikal edir. Yəni öz adını qoruyub saxlayır. Əsas mənası elə budur. Dediyimiz kimi adı da qatlanmış kağız deməkdir. Oriqami Yapon dilindən götürülüb, mənası da qatlanmış kağızdır. Hansı yaş qrupuna aiddir? Orta qrup quraşdırmaya aiddir. Dediyimiz kimi Friedrich Frebel'in adı ilə bağlıdır. Yəni uşaqların Friedrich Frebel uşaq bağçasında uşaqların zehnini, yaradıcılığını, intellektini inkişaf etdirmək üçün oriqami məşğələlərinin keçirilməsini o təklif edirdi. Yəni oriqami məşğələsi zamanı texnikasından uşaqlara həndəsi qaydaları öyrətmək məqsədi ilə istifadə olunurdu. Yəni əsas məqsədi nə idi desə, deyəcəyiz həndəsi qaydaları öyrətmək. Bunları yazın dəftərə mütləq. Yazmışam mən bundan qabaq atdığım bir də. Onun ən əsas məqamı, sözünüzü kəsirəm, üzrlü sayın, oriqaminin uşaq bağçasında, yenə də deyirəm, istifadə ideyası yaxşı qarşılanırdı. Orası ayrı. Eyni zamanda uşaqlar zövqlə kağız, şedevrlər deyirdilər, yaratmağa başlayırdılar. Şedevrlər deyəndə deyəcəksiniz ki, oriqami ilə bağlıdır. Yəni öyrədici oyun kimi istifadə olunmağa başlayırdı. Zehni də inkişaf etdirir, idraki də inkişaf etdirir, idraki aktivliyi olur orada. Yəni bunu unutmayın. Qayçı və yapışqandan istifadə edilmir. Unutmayın bunu. Yəni bu aplikasiya deyil ki, qayçı və yapışdırıcıdan istifadə olunsun. Aplikasiya deyil. Bu oriqamidir. İndi müəllimə, bir də deyəcəksiniz siz mənə, zəhmət olmasa, məktəbə hazırlıq qrupunda quraşdırma zamanı nələrə diqqət yetirməliyik? Məktəbə hazırlıq qrupunda quraşdırma. Mən məktəbə hazırlıq qrupu 5-6 yaşında məktəb quraşdırmasında burada da müəllimə orada mənim uşaqlar daha çox, yəni burada qayçıdan da istifadə edirlər. Yəni sərbəst olurlar. Digər qruplara nisbətən necə deyim, mən fiqurlardan, yəni əsasən fiqurlardan istifadə edəndə sərbəst istifadə edirlər də onlar. Sonra bir də məktəbə hazırlıq qrupu ən mürəkkəb dövr olduğuna görə məktəbə hazırlıq qrupunda işə dəqiqliklə yanaşmaq öyrədilir. Yəni quraşdırma zamanı materialları seçməyə qabiliyyəti olsun, uşaqların artıq burada olan fəaliyyətləri onların intellektual keyfiyyətləri ilə fərqlənir uşaqlar. Yəni məqsəd vəzifələrə görə əvvəlki qruplarda keyfiyyət baxımından üstünlük təşkil edir, daha keyfiyyətli əlişləri ortaya çıxardırlar. Əlişləri daha çox özləri, məsəl üçün aşağı qruplarda müəllimələr nəsə kömək eləyəndə, amma burada özləri sərbəst özləri həm də ki, bu yaş qrupunda uşaqlar müəyyən şərtlər əsasında quraşdırmanı şəkillə,
İllüstrasiya ilə, Bəli. çertyoz ilə icra edirlər. Qarşılarına qoyurlar, onun əsasında qururlar. Yəni kömək də olmur artıq. Uşaqlar sərbəst fəaliyyət yerinə yetirirlər. Yəni burada artıq quraşdırmalar zamanı tərbiyəçi izahat verir. İzahat verir. Sonra bir də uşaqlara sərbəstlik verilir ən əsası. Sonra nə idi? Deyə bilərəm sizə. Yəni uşaqlara müxtəlif şəkillər verilir. Hər kəs öz Şəkillər istədiyini əsasında düzə qura bilər, figurlar bəli. qururlar. Əsərini də nümayiş etdirmə imkanı verilir. Bunu da unutmayın. Sonra müəllimə bir də mənə deyin görüm. Bəs bu bloklar var ha, quraşdırma zamanı da, konstruktor oyunları zamanı. Bu bloklar hansı yaş qrupunda istifadə olunur? Bloklar mənim 3-4 yaşında. Bu artıq olur. 3-4 yaşda mənim orta qrupda. 2, 3. 1, 2, 2, 3 də müəllimə. Bloklar 1, 2, 2, 3-dədir. Niyə bilirsiniz? O rəngli yekə konstruktorlar olur, bloklar. Hə, İri, oradakı yekə. figurlar, Rəngli. başa Ay, düşdüm, tamam, mən figurları, hə, quraşdırma. onlar da. Orada yer alır. Onun figurları nəzərimdə saxlamışam, bloka ona görə biraz çaşdım. Hə, Hə, o narahat olmayın. 1-2 yaş Əla. çocuklar qrupunda da olur. Təşəkkür edirəm. Əla, çox sağ olun. Müəllimə, çox sağ ol. Sağ olun. İndi məni bir dənə dinləyin müəllimlər. Mən sizə dediyim kimi deyəcəm, barmaq rəngkarlığı nədir, ştamping nədir? Yəni qeyri-ənənəvi rəsm çəkmə texnikalarının açar məqamlarını deyəcəm. Hər kəs məni dinləsin. Diqqətli şəkildə. Bir-bir, yəni müəllimlərə məlumat yazmayım ki, dərsə gəlin, dərsdə qalın. Sonra birinci baxırıq nəyə? Dediyimiz kimi qeyri-ənənəvi rəsm çəkmə texnikalarımız biri barmaq rəngkarlığıdır, biri ştampingdir, biri puantilizmdir, sonra monotipiyadır, klassoqrafiyaydı, fotokopiya bir də qırattajıdır. Bunlar qeyri-ənənəvi rəsm çəkmə texnikalarda hərf səhvinə qədər fikir verin imtahanda ki, hərf səhvi sizi çaşdıra bilər. Birinci baxırıq nəyə? Barmaq rəngkarlığına. Rəsm də axı barmaq rəngkarlığı. Biz deyirik ki, barmaqlarla rəsm çəkmə texnikası barmaq rəngkarlığı adlanır. Yəni uşaq ancaq barmaqlarından istifadə edir. Ola bilər ki, bir də gözü qurbağa düzəldir barmağından. Elə formada qoyur ki, barmağını ondan qurbağa forması alınır. Və yaxud da ki, iki dəfə barmağını müxtəlif formalarla kağızın üzərinə basanda istənilən bir heyvan fiqurunu da yarada bilər. Yəni bu barmaqla olur. Sonra deyə bilərəm bunun haqqında. Hansı ki, bu barmaq rəngkarlığı zamanı kimyəvi qatqısız olur, təhlükəsiz boyu olmalıdır. Mütləq müəllim bunu gedib xüsusi olaraq seçməlidir. Və ovuc içi ilə rəsm aid olur buna. Yəni ovucun içərisinə çəkilir. Qeyd elədiyimiz kimi. Və dediyim kimi ovuc içinin barmaqların izi ilə qeyri-adi, təkrarı olunmaz rəsm əsərləri yaratmaq mümkündür ovuc içi ilə. İstənilən formaya salmaq olar. Yəni uşağın həm də yaradıcılığını, fərqli-fərqli ideyalar formalaşdırır uşaqlarda. Burada artıq nə deyirik biz? İstək və fantaziya lazımdır ki, nəyə yaratmaq istəyirsənsə yarat. Barmaq şəkli varsa bilin ki, barmaq rəngkarlığı idi. Barmaqla nəsə alınırsa, baxın, çox nümunələr var. Tək burada gördüyünüz deyil. Barmağın formasını görəndə bilin ki, bu barmaqla alınıb. Yəni o dəqiqə başqa bir varianta getməyin. Sonra ştamping nədir? Ştamping haqqında deyəcəm. Ştamping dediyimiz kimi müxtəlif ştampların köməyi ilə çəkilir. Ştamp dedikdə hazır ştamplar olur. Məsəl üçün deyirəm, müəssisələrdə olur ştampla belə yekun, necə deyim sizə, nə deyirlər ona, unutdum mən. Adi bir imzanı çəkəndən sonra nə deyirlər? Peçat. Ay sağ ol, peçat. Möhür, ay sağ olun. Eynən peçatlı möhürdür. Baxın budur, nədir? Standart ştampdır. Qoyur, eynisi kopyalanır. Və yenə də deyirəm, ştamping nədir? Ştamping deyəndə ola bilər sən yarpaqdan istifadə edirsən və yaxud da ki, hazır formada ştamplar olur. Ondan da istifadə edə bilərik. Özümüz də istənilən bir figurdan ştamp yarada bilərik. Həmin bu ştampın üzərinə boyanı vurub sonra yapışdırırıq dediyimiz kimi dəftərə. Yəni bunu barmaq rəngkarlığı ilə qarışdırmayın. Barmaq barmaqla olur, barmaq izləridir. Amma bu ştampingdir. Yəni müxtəlif dediyimiz kimi formalı yarpaqlar olsun, fırçanın köməyi ilə onun üzərini boyayıb kağızın üzərinə vururuq və ora yarpağın izi düşür. Artıq sonra nə edirik? Rəsmi fırça ilə tamamlayırıq. Aşağısını özümüzə düzəldirik maraqlı formada. Yəni orada görsə taxta parçalarından maraqlı ştamplar hazırlayıblar. Yarpaq hər birinin altında da şəkli var. Yəni qarışdırmayın qətiyyən. Sonra deyə bilərəm sizə puantilizm. Puantilizmə baxan kimi bilirsiniz ki, bu nöqtə deməkdir. Nöqtələr açıq şəkildə görsənir. Yəni fransız sözündən götürülüb, tərcümədə nöqtə deməkdir. 1885-ci ildə yaradılıb, Fransada yaradılıb. Özəlliklərindən biri də təmiz rənglərdən istifadə olunmalıdır. Yəni qarışıq rənglərdən istifadə etmirsən. Qırmızıdan götürüb nöqtə
nöqtələr qoyursan, sonra qoyursan, onu dəyişdirirsən, yaşıldan götürüb qoyursan. Yəni rənglərin qarışığına yol verilmir. Sizə sualda düşə bilər. Rənglərin qarışığına yol verilmir. Hansına aiddir? Deyəcəksiniz ki, stamping, pointillizmə. Sonra nöqtələrlə dediyimiz kimi çəkilir. Qulaq çöplərindən istifadə edirik biz bu zaman və daha parlaq, daha gözəl, daha səliqəli olur. Stamping nöqtələrlə olur dediyimiz kimi. Sonra bir də var monotipiya. Monotipiya nədir? Gəlin deyək. Çap qrafikasının növüdür. Yunan sözündən götürülüb. Monos bir deməkdir. Tyopos iz deməkdir. Yəni monotipiya texnikasının yaranmasını İtalyan rəssamı Cavano Castiglio'nun adı ilə bağlıdır. Psixologiyada, pedaqogikada olsun, monotipiya texnikasında böyük məktəbə qədər qruplarında daha çox istifadə olunur. Yenə də deyirəm. Baxın, pedaqogika və psixologiyada monotipiya texnikasından böyük və məktəbə qədər qruplarda, yəni 4-5-5-6 yaş qrupunda istifadə olunur. Daha çox orada istifadə olunur. Yəni yuxarı yaş qrupuna aiddir. Necə olur? Yəni bu adətən xüsusilə digər texnikalardan seçilir. Yəni daha çox uşaqların böyük bir marağına səbəb olur və uşaqları sakitləşdirir. Digər texnikalarla bir yerdə əlbəttə ki, istəsə istifadə edə bilər, yəni amma xüsusilə seçilir. Yəni deyə bilərəm ki, kağızın üzərinə rəsm çəkilir və digər kağız ilə üst-üstə çevrilir. Yəni burada xüsusi bir nəyinsə üzərinə ştamping kimi yox. Kağıza çəkirsən, sonra keçirdirsən o birisinə və yaxud da ki, deyə bilərəm, hamar bir səthə rəsm çəkilir, digər kağıza ştamp kimi vurulur. Yəni ştamping deyil ha, kağızdan kağıza ötürülür. Maraqlı bir effekt alınır. Onun ora kopyası düşür. Bir dənə şəkil alınırdı, onda iki eyni şəkil. Ay sağ olun. Yəni bilirsiniz necə ki biz bu kağızı veririk kopyadan eynisi çıxır ya. Bax onun kimi bir şeydir. Bir kağızı kağıza keçirdirsən. Bulanlıq düşür amma yəni orijinallı Piyada mənim piya. eynisi çıxır. Eynisi çıxır amma kağızı kağızdan. Bunu ştampingdən qarışdırmayın. Sadəcə ştamp kimi yapışdırırıq. Sonra klesografiya nədir? Klesografiya deyən kimi kokteyl çöpü yadınıza gəlsin. Kokteyl. Kokteyl çöpünə də uşaqlar ki, soklarını içirlər. Baxın o. Yəni kağızın bir tərəfinə bir neçə damcı boya damızdırırsınız. Sonra nə edirsiniz? Kağızı qatlayıb ehtiyatla üzərini sığallayırsınız. Sonra açandan sonra kağızı, elə bir ki kağız deyil ağ, üzərinə bir 3-4-5 damcı tökürsüz damcıdan. Onu etdikdən sonra qatlayırsınız kağızı, sonra aralayırsınız, yenidən açırsınız və fırça ilə rəsmi tamamlayırsınız. Və bunu da deyə bilərəm. Yəni burada necə deyim sizə? Bu kağıza boya ilə bir neçə ləkə saldıqdan sonra ləkə kokteyl çöpü ilə üfləməlisiniz ki, o forma alınsın. Fırçadan da istifadə edirsən, amma əsas məqamı açdıqdan sonra kokteyl çöpü ilə üfləməyindir. Sonrada da isə sən onu fırça ilə tamamlayırsan. Və ən əsası müəllimlər deyir ki, fotokopiyada biraz çətinlik çəkilir. Gəlin deyim. Fotokopiya deyəndə ya şamdan istifadə edirsiniz. Bu gündəlik istifadə edirik. Biz işıqlar sönəndə adi şamdan istifadə edirik. Yəni tam müəllimlər bilsinlər deyə deyirəm. Şamdan, sabun ola bilər. Sabun da şam kimidir. Axı nə olsun ki, fərqli-fərqlidir. Amma şam kimidir də. Yəni ya şamdan ya da sabun parçası ilə rəsm çəkilir. Dediyimiz kimi. Yəni birinci bilirsiniz necə? Ya sabun parçasını götürürsüz ya da şamı. Birinci ağ vərəqin üzərində rəsminizi çəkirsiniz həmin o qırıntı ilə. Belə deyim. Çəkirsiniz rəsm, gül çəkə bilərsiniz, nə bilim, orada şəkil var görəcəksiniz. Göbələyi çəkib, sonra onun üzərini siz nə edirsiniz? Sulu boya ilə rəngləyirsiniz. Həmin o çəkdiyiniz rəsmin üzərini necə başdan ayağa rənglədikdən sonra altından çəkilən rəsm üzə çıxır. O sizin sabunla çəkdiyiniz onda üzə çıxır. Yəni necə deyim, şəkil o deyirlər klyonkasındakı kimi də üzə çıxır. Yəni bu fotokopiya adlanır. Yenə də deyirəm, birinci sabunla şəkli və yaxud da ki şamla şəkli çəkirsən tək sadə. Sonra üstünü sulu boyana boyayandan sonra altdakı o sənin çəkdiyin üzə çıxır. O xəttlər üzə çıxır. Aydın oldu Afaq müəllimə? Elə bil onda da cızırsan da albom vərəqi. Əlbəttə ki, əvvəlcədən dediyimiz kimi sabunla digəri ilə. Bəli, Ayda müəllimə, başa düşdüm. Çox sağ olun. Əla. İndi gəlin qırattaja baxaq. Ən çətinidir və ən maraqlısıdır. Cızmadır. Qırattaş nədir? Cızmaq deməkdir. Unutmayın bunu. Və cızma üsulu ilə tuş olsun, tünd boyadan istifadə edərək qalın kağız, kardon üzərində rəsm çəkmə texnikasıdır. Dediyimiz kimi, cızma üsulu ilə tuş və tünd boyadan istifadə edərək qalın kağız və kardon üzərində rəsm çəkmə. Yəni onun kağızı qalın olur, nazik olmur. Qalın kardon. Çünki sən onun üzərinə artıq boyuyursan, o sulanır. Onu sonra cızmaq olmur, qurutmaq olmur, əyri-üyrü alınır üstü, dalğalı alınır. Ona görə də onunki qalın olmalıdır. Əvvəlcə kağızı mum təbaşirlərlə rəngləyirik. Daha sonra isə tuşla, qara quaşla örtürük.
Quruyandan sonra cızmaqla rəsm çəkilir. Yenə də deyirəm, əvvəlcə kağızı mum təbaşirlə, mum təbaşir nədir? Adi təbaşirlə də rəngli-rəngli boyuyursan, özünə çoxlu-çoxlu boyuyursan. Məsələn, yuxarı hissəsini qırmızı elə kağızın, orta hissəsini yaşıl elə, aşağısını mavi elə. Bunu elədinmi? Özü bütün boyadın da necə oldu bu rənglədin kağızı mum təbaşirlə. Sonra isə tuşla və ya qara quaş boyalar olur. Quaş boya hər kəs istifadə edir. Onunla artıq örtürsən, qara ilə ancaq yalnız örtürsən qəşəng qara quaş boya ilə. Örtdükdən sonra qurudursan, qurudandan sonra da ya iynə ilə ola bilər, ya nə bilim diş çöpü ilə ola bilər. İstifadə edib onu cızıb o şəkli çıxartsan. Məsəl üçün üzərində çəkə bilərsən ki, gül çəkirsən, altından fərqli-fərqli rənglər çıxır. Yəni sən onu cızdıqca onun rənginin altından fərqli rənglər çıxır. Yəni gözəl bir rəsm əsəri alınır. Baxsanız şəklə tam biləcəksiniz. Yəni mürəkkəb texnika olduğu üçün böyük və məktəb hazırlıq qruplarında istifadə olunur. Daha çox məktəb hazırlıqda olur, amma yenə də böyük və məktəb hazırlıq qruplarında daha çox istifadə olunur deyəcəyiz hər ikisində. Bu da oldu bizim qırattajımız. Məncə çətin heç nə yoxdur. Monsa mövzunun izahını mən vermişdim. Belə. İndi isə təşəkkür edirəm müəllimə. Səsi açacaq növbəti müəllimə Əli Camalov. Buyurun müəllimə. Əli Camalov, səsi açın müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir Buradayım olsun. axşamınız. Aha, əla. Müəllimə, siz mənə deyin, rəsm 1-2 yaşda, 2-3 yaşda, 3-4-də, 4-5-də, 5-6-da açar məqamlarını. Hansı açar məqamları vardı bizim bildiyimiz? Rəsm birinci kiçik qrupda deməli rəsm müəllimin işi əyanidir. Yəni əyani olaraq rəsmi birinci kiçik qrupda müəllim göstərir. Yəni körpələr qrupunda, birinci körpələr qrupunda. Çünki onlar uşaqlar axı, müəllim mütləq əyani göstərməlidir ki, nədir. Sonra onlar əsas məqamlar odur ki, onlar fırçanı düzgün tutmaqdır, əyanilikdir, uşaqları həvəsləndirməkdir, sual verməkdir, kağız üzərində iz buraxmaqdır. Yəni ən əsası 3 barmaq texnikasıdır birinci kiçik qrupda bu rəsm işində. Yəni ki, əsas bunlar götürülür. Ən əsaslı 3 barmaq texnikasıdır. Yəni uşaq ilk dəfə olaraq uşaq əlinə qələm ala bilmir. Ona görə də biz bu 3 barmaq texnikasından birinci istifadə edirik. Yəni mum təbaşirləri var, rəngli-rəngli. Onlar biraz uzundur. Onları bölürük 3 yerə, 4 yerə bölürük. Uşaq 3 barmaqla bu mum təbaşirləri götürüb yəni ilk dəfə olaraq yəni 3 barmaq texnikasından istifadə edirlər. Yəni ki, bu uşaq burada artıq bilir ki, bunu necə tutmaq lazımdır. Yəni bu təbaşiri necə tutmaq lazımdır. İkinci kiçik qrupda isə rəsm çəkmə texnikası. Burada ən əsas odur ki, uşaq düzgün oturuş qaydasıdır. Hələ birinci düzgün. Yəni uşağın ayaqları döşəmədə olmalıdır. Kürəyi oturduğu stolun arxasında olmalıdır. Dirsəkdən uşaq dirsəyə qədər qollar stol üstündə olmalıdır. Yəni ki, belə rahat uşaq, ümumiyyətlə uşaq rəsm çəkən zaman həm də ən əsası o oturduğu stollar uşağın boyuna uyğun olmalıdır. O boyuna uyğun olmalıdır ki, uşaq orada rahat oturmalıdır və rəsm çəkməlidir. Bu ikinci kiçik qrupdadır. İkinci kiçik qrupda həm də dinləmə, dərk etmə var müəllimi. Mütləq uşaq dinləməlidir, dərk etməlidir. Həm də uşaq rəsm çəkən zaman məsələn, əl alma rəsmi çəkirsə, uşaq onu vizual görməli, ona toxunmalı, onu ovuzunun içinə almalıdır. Yəni, bir sözlə uşaq onu görməlidir, hiss etməlidir və belə olanda uşaqda rəsm çəkmə daha effektli alınır. Çünki artıq burada uşaqlar 2-3 yaşında olurlar. Burada əsas məqamlar masa arxasında oturuşdur, ayaqların döşəmədə olmasıdır, qolların masanın üstündə olmasıdır, onurğa sütununun düzgün inkişafıdır. Keçdik orta qrupa. Orta qrupda bəli, orta qrupda artıq biz uşaqlara rəsm albomu veririk, öyrədici rəngləmə dəftəri veririk. Burada artıq öyrədici rəngləmə dəftəri vasitəsilə uşaqlar səliqəli rəngləmə
öyrənir ilk dəfə. Çünki orada içi boşdur axı. Məsələn, almadır, armuddur, meyvələrdir, heyvanlardır. Hamısının içi boş qrafikalardır. Ona görə də uşaqlar ilk dəfə olaraq cızdan kənara çıxmamaq şərtindən səliqəli rəngləmə metodunu öyrənirlər və eyni zamanda uşaqlarda artıq əl əzələləri inkişaf eləməyə başlayır. Böyük qrupda isə böyük Beğendim. qrupda isə artıq uşaqlarda böyük qrupda heç vaxtı böyük qrupun uşaqları yarpağı qırmızı rənglə rəngləmirlər. Artıq onlar rəngləri tanıyır. Artıq onlar bilirlər, başa düşürlər ki, yarpaq ya yaşıl rəngdə olmalıdır, ya da fəsillərə uyğun sarı rəngdə rəngləməlidirlər. Bir də uşaqlar burada fırçalardan bilirlər ki, qalın xətlər hansıdır, nazik xətlər hansıdır. Ümumiyyətlə, uşaqlar böyük qrupda indiyə qədər qazandıqları bilik və bacarıqları tətbiq edirlər. Bir də burada vacib olan məqamlardan biri də uşaqlarda bütövlülük rəsm çəkmədir. Yəni, uşaqlar burada əllərini rəsm dəftərinin üzərinə qoyurlar ki, burada sürüşmə olmasın da, belə başa düşürəm. Yəni, rəngləmə əlin kağızda ayırmadan da, yəni əllərini kağızdan ayırmadan rəsm çəkirlər. Burada belə rəsm çəkilir. Sonra keçdik məktəbə hazırlıq qrupunda isə artıq burada gəlir bizim bu gözəl qeyri-ənənəvi rəsm çəkmə üsullarımız ki, hansı ki, uşaqlar da burada həm kiçik motorika inkişaf edir, artıq uşaqlar qeyri-ənənəvi rəsm çəkmə və sərbəst istifadə edirlər. Buyurun, müəllimə. Əla. Müəllimə, siz mənə vurğulayacaqsınız ümumi olaraq hansı yaş qrupudur ki, bu yaş dövründə uşaqlarda belə deyim, qaysı verilmir uşaqlara. Hazır vəziyyətdə uşaqlar artıq kağızları əlləri ilə cırıb bu şəkilləri yapışdırırlar və ya hazır şəkildə verir müəllim. Bəli, bu ikinci kiçik qrupdadır. İkinci kiçik qrupda uşaqlara heç vaxt qaysı verilmir. Ümumiyyətlə, qaysı orta qrupdan verilir. Amma ikinci kiçik qrupda hazır vəziyyətdə rəngli kağızları biz uşaqlara hazır vəziyyətdə veririk və uşaqlar bundan cıraraq istifadə edirlər. Əllə cıraraq istifadə edirlər. Göbələk düzəldirlər. Məsələn, artıq onlar bilirlər ki, göbələk iki hissədən ibarətdir və onu yapışqandan istifadə edirlər. Ən çox da yapışqandan istifadə edilir. Amma qaysı orta qrupdan verilir. Aha. Bir də deyin siz mənə, bəs hansı, ümumiyyətlə müəllimə, simmetrik kəsim nədir, sülyet kəsim nədir? Simmetrik kəsim. Simmetrik kəsim, yəni elə bir ki, düz kəsimdir. Simmetrik kəsim. Düz kəsimdir. Bunlar məktəbə hazırlıq qrupunda olur. Sülyet kəsimlərdir, simmetrik kəsimlərdir. Məktəbə hazırlıq qrupunda olur. Simmetrik böyük üç qruplar. Böyükdədir simmetrik. Bəs yaxşı, dediyimiz kimi simmetrik var, sülyet var, bir də deyəcəm sizə. Bəs aplikasiyanı 5-6 yaşda əsas açar məqamları hansılardır? Aplikasiyanın 5-6 yaşında artıq burada aplikasiya sərbəst, uşaqlar burada aplikasiyadan, kəsimdən sərbəst istifadə edirlər. 5-6 yaşında olur onlar. 5-6 yaşında sərbəstdir. Yaxşı müəllimə, deyə bilərəm ki, bu simmetrik kəsimə aid mənə bir nümunə gətirə bilərsiniz? Simmetrik kəsimdir ki, məsələn, vərəqi bir qatlayırlar. Sonra üstünə əllərinlə hamar eləyəndən sonra qayçı ilə onu düz kəsirlər. Mən belə başa düşürəm.
Bir Burada də artıq məsəl üçün bir dəfə bilirsiniz, kəsirlər, bir neçə dənə ard-arda eyni formalar alınır. eyni forma elə vaxtı olur, qarman şəklində olur. Elə vaxtı olur, məsələn, dalğavari olur. Yəni bunlar müxtəlif ola bilir. Aha, yaxşı. Bir də vurğulayın müəllimə siz mənə, zəhmət olmasa. Bəs müəllimə, ümumiyyətlə quraşdırma fəaliyyətində birinci kiçik qrupda quraşdırma zamanı nələrdən istifadə olunur? Quraşdırma birinci kiçik qrupda quraşdırma Aha. biraz fikrimi toplayım. O kubların üst-üstə qoyulması, yəni birinci kiçik qrupda 2 blok üst-üstə qoyulur birinci kiçik qrupda. Amma ikinci kiçik qrupda artıq 3-4 blok üst-üstə qoyulur. Onu deyirsiniz müəllimə? Bir də deyin siz mənə, bloklar bəli kiçik qrupdan etibarən başlayır. Yaxşı Birinci müəllim, çox maraqlıdır, çox maraqlıdır. Birinci kiçik qrupda uşaqlar 1 blokun üstünə qoyur, o sevindirici haldır. Amma ikinci kiçik qrupda 3-4 blok üst-üstə qoyulur. Artıq uşaq başa düşür ki, 1-2 yox, 3-4 bloku üst-üstə qoyurlar onlar. Düzdür. Yaxşı müəllimə, bir də deyin görüm siz mənə. Bir də son olaraq vurğulayın görək. Buyurun. Məsələn, hansı yaş qrupudur ki, yapmanın müddəti 10 dəqiqə olur? 12 dəqiqədən çox olmur. Hə, deyəsən o yapma birinci kiçik qrupdadır. Yox, birinci kiçik qrupda biraz az olur. Deyəsən ikinci kiçik qrupdadır yapmanın müddəti. Belə. Əla. Təşəkkür edirəm müəllimə, çox sağ olun. Əla. Hə, çox sağ olun Amil müəllimə. Mahmudlar sinifəsiz, sağ olun. Amil Mahmudlu. Bəli, müəllimə. Aşağınız. Müəllimə, siz də mənə axşamınız xeyir olsun. Sizə belə bir sual verəcəm. Siz onun əsasında deyin. Məsələn, birinci kiçik qrupda yapma özünü necə göstərir ikinci, üçüncü kiçik qrupa nisbətən? İlk dəfə uşaqlara biz nəyi necə öyrədirik? Birinci kiçik qrupda ilk dəfə uşaqlara elə bil ki, bu plastilin deyək də, yapmada plastilindən istifadə olunur. Plastilini müəllim ilk olaraq əyani göstərir, müəllim ümumiyyətlə əyani göstərir. Elə bil ki, diyirlədir də ovucunun içində. Uşaqlara da başa salır ki, məsələn, götürdüyüm bir damcı. Məsələn, ovucumun içində bax, diyirlədirəm, yuxarı, aşağı uzun kalbasa bir fason alınır, yaxud top bir fason. Elə bil ki, oyun vasitəsilə uşaqlara başa salır. Çox fiqur başa salmaq olmaz ilk vaxtlar. Amma 10-12 dəqiqə ərzində olmalıdır birinci kiçik qrupda yapma. Elə bil ki, 2-3 fiqur göstərmək olar. Hə, bu da ki, dediyim kimi, yəni yumru top kimi göstərir, yaxud kalbasa formasında eləyir, bax deyir, baxın mən məsələn kalbasa düzəltdim, yaxud topla əvvəl oynayır uşaqlarla, məsəl üçün oynatır, oyun eləyir. Sonra deyir, gəlin indi o topu biz əlimizdə hazırlayaq. Yəni yapma özü göstərə-göstərə uşaqlara da özü qoyur qabağına, uşaqlar da dairəvi şəkildə əyləşirlər yan yörəsində. Öyrədə-öyrədə uşaqlar da elə bil ki, onu təkrarlayırlar, öyrənirlər. Bilmirəm, daha belə başa saldım. Yəni mən belə bilirəm. Əla. Yəni birinci kiçik qrupda adətən ovurlar, ilan forması yaradırlar, yumru forma yaradırlar. Həm də kiçik motor bacarıqlarına da kömək edir də. Bu müəllimin də əyan eləyib, burada da ön planda olur. Yəni birinci olaraq o sadə fəaliyyətlərlə başlayırlar. Və ən əsası məşğələyə oyun əlavə olunur. Kiçik qrupda uşaqların məşğələyə diqqətini yönəltmək üçün oyundan istifadə olunur. Sonra deyin siz mənə. Deyə bilərəm müəllimə siz. Deyin görüm, hansı yaş qrupudur ki, bu yaş qrupunda artıq biz uşaqlara düzəltdiyi əşyaların quruluşunu yadda saxlamaları üçün bu dövrdə müəllim hissələri göstərərək izah edir. Uşaqlar baş arada yerləşir. Bəs bədəni hardadır uşaqlar? Uşaqlar artıq bunu təkrarlayır. Ümumi, yəni bədən, forma, baş haqqında ümumi bir fikir formalaşır.
İlk elə bil ki, ikinci kiçik qrupdadır o. Uşaqlara deyir ki, məsələn, bax, Yox, orta qrup. orta qrup. Bəli, bəli. Yəni dediyimiz kimi bu hissələr İlk orta də qrupa aiddir. gəlincinin peçenyaları idi. Mən belə Bəli, yadda onların saxlamışam altına xətt qısa çəkin. sözlərlə. Hə. Mən Bəli, qısa bəli, onların sözlərlə altına xətt çəkin. saxlamışam. Üzr istəyirəm, səhv dedim. Sonra deyə bilərəm mən sizə hansı yaş dövrüdür ki, burada artıq uşaqların bilək sümüklərinin bərkiməsi prosesi başlayır. Bilək sümükləri bərkiməsi prosesi başlayır. Kiçik böyük əzələlər bərkiyir. Kiçik necə? Kiçik və böyük əzələləri bərkiyir. Müəllimə, kiçik əzələlər, məsələn, kəsmə vaxt, aplikasiya vaxtı Yox, orta qrupdan aplikasiyanı başlayır. demirəm, yapmanı deyirəm. Hə, Hansı yapmada yaş? yenə də müəllimə, böyük qrupdan başlayır da, Ay, əsas böyük əzələlər qrupda bilək göstərmələrinə. sümüklərin bərkiməsi bilək- başlayır. Böyük və kiçik əzələlər bərkiyir. Sonra Artıq onlar naturadan istifadə etməyi bacarırlar, qruplara bölünürlər, məsələn, göstərilir, vəsait məsələn verilir, göstərilir. Hə, ona əsasən düzəltməyə başlayırlar. Əsasən böyük qrupda naturadan istifadə olunur. aha. Məsələn, belə bir situasiya düşə bilər ki, uşaq it hazırlayır, təsadüfən ayaqları aralı uçur itin. Və bu da uşağa qaçan iti xatırladır. Uşağa deyəndə ki, niyə belə eləmirsən? Çünki onun itin yiyəsi onun arxasınca qaçır deyir. Hansı dövrdə formalaşır? Elə böyük qrupda. Düzdür. Naturadan istifadə olunur. Natura nə idi? Naturada demdə müəllimə hazır elə bil ki, göstərilir, müəllimə göstərir, qrup-qrup bölünür uşaqlar. O göstərilən fiqurlara əsasən artıq o ölçüdən kənara çıxmadan onu hazırlamağa başlayırlar da o fiqura əsasən. Natura Düzdür, yəni düzdür. hazır variantdır göstərilmə. Əla. Bir də deyəcəksiniz mənə siz origami nə idi? Oriqami qatlama deməkdir. Elə bil ki, Çində yaranıb, ağ kağız qatlama deməkdir. Freber tərəfindən gətirilib əsasən bağçalara. Orada kəsmədən, heç nədən istifadə olunmur. Sadəcə olaraq kağızı qatlayaraq, elə bil ki, uşaqlara əsas, yəni həndəsi formaları öyrətmək məqsədi daşıyaraq uşaqlarda elə bil ki, fiqurlar öyrədirlər də. Oriqami odur. O da yapmanın orta qrupundadır. Aha. Deyin siz mənə. Yaxşı müəllimə, albom hansı yaş dövründə verilir? Albom verilir rəsmdə orta qrupda. Elə bil ki, onlar artıq səliqəli rəngləməyə başlayırlar da, yuxarıdan aşağı, sağdan sola. Yəni artıq bilirlər karandaşı məsələn nə tər istiqamətdə vurmaq lazımdır, rəngləmək lazımdır. O albomda onda verilir ki, Bəs yaxşı. Bu hansı yaş dövrüdür ki, tərbiyəçi müəllim uşağı əşyanı detallara bölməyi və fəzada yerləşməsinə diqqət yetirməyi öyrədir? Fəzada yerləşmə böyük qrupdadır. Düzdür. Əla. Təşəkkürlər müəllimə, çox gözəl. Mən sizə təşəkkür edirəm. Əla. Səs açacaq Ruqiyyə Səlimova. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Məlumat verin müəllimə siz də mənə. Nə haqqında müəllimə? Təhsil Ümumilikdə fəaliyyətinin neçə növü var? Bizim hansı inkişaf sahəmizin hansı alt standartlarında yer alır? bildiyimiz kimi təsviri fəaliyyət məşğələsi üçüncü inkişaf sahəmiz olan estetik və yaradıcı inkişaf sahəsinin birinci 3-1 standartına aiddir. Bu da uşaqlarda əsasən estetik zövqü inkişaf etdirir, müzakirə, müşahidə qabiliyyətlərini inkişaf etdirir, gözəlliyi görmək, qiymətləndirmək kimi təxəyyüllərini inkişaf etdirir, onların yaradıcılıqlarını inkişaf etdirir və 4 hissədən ibarətdir. Birinci 3-1 rəsmdir. 3-1-2 deməli rənglərlə bağlıdır. Bu bütün təsviri fəaliyyətdə istifadə olunur. 3-1-3 aplikasiya fəaliyyətidir. 3-1-4 yapmadır. 3-1-5 isə quraşdırma fəaliyyətidir. Bildiyimiz kimi bunlardan rəsm, quraşdırma və yapma 1 yaşından olaraq başlayır. Ancaq ki aplikasiya təkcə 2 yaşından sonra başlayır uşaqlarda. Demək olar ki, bağçalarda hal-hazırda bu məşğələlər keçirilmir, ancaq proqrama əsasən isə yaş qruplarına, yəni biz müəllimələr
çox vaxt deyirik ki, yəni bunlar keçirilmir, amma yadımızda qalmalıdır ki, bu Artinin bizə verdiyi məlumata əsasən 1-2 yaşdan başlayır bunlar. Aha. Yaxşı müəllimə, bir də mənə deyinsiz. Müəllimə, Siz üzr mənə istəyirəm, çox üzr istəyirəm Ayda xanım. Bağçalarda nə keçirilmir müəllimə orada? Bunlar niyə keçirilmir ki bağçalarda? 1-2 yaşında keçirilmir, məşğələ sayına müəllimə daxil deyil. məşğələsi 1-2 yaşda yoxdur. Bunu da başa düşdüm. Dedim, Aha, gəlsin bəs oradan. yaxşı, 1-2 yaşda olmasa da biz bunu harda istifadə edirik məşğələlərimizin Biz inteqrasiyasında? bəli, ətraf aləmdə, fiziki mədəniyyətdə Bəli, istifadə inteqrasiya edirik kimi uşaqlar. istifadə edirik, Bəli. amma məşğələ olaraq ayrıca, sadəcə ayrıca keçirilmir. Bəli. Düzdür. Yəni uşağın barmaq əzələlərinə görə digər fəaliyyətlərdə 1-2 yaşda olur. Bəli. Düzdür. Bir də Onlarda müəllimə sensor deyin. təcrübə zamanı da məsələn Aha, onlar sağ olun. istifadə edirlər. Düzdür. Siz mənə deyin müəllimə, birinci olaraq hansı yaş dövrüdür ki, bu yaş dövründə uşaq tərbiyəçi müəllimi dinləmək, onun dediyi və bu dövrdə uşaqlar tərəfindən düşünülmüş rəsmi çəkmək, nəticəni qiymətləndirmək bacarığını uşaqda formalaşdırmaq lazımdır. Hansı dövrdür bu dövr? Tərbiyəçi müəllimi dinləməlidir, onun dediyi olsun, uşaqlar tərəfindən düşünülmüş rəsmi çəkmək lazımdır. Nəticəni qiymətləndirmək bacarığını formalaşdırmaq vacibdir bu yaş dövründə. Müəllimə, bu 2-3 yaşına aiddir siz deyənlər, amma 1-2 yaşında isə müəlliməni izləyərək, onu əyani şəkildə görərək deyil. Amma müəllimənin dediklərini eləmək, onun dediyini eləmək, qiymətləndirmək isə 2-3 yaşa aid. Əla. Yaxşı müəllimə, bir də deyin mənə, uşaqlarda hansı yaş dövründədir ki, deyirəm ki, rəsm məzmununu uşaqların təəssüratlarına uyğun seçmək lazımdır. Onlar nə maraqlı, nə görüblər, nə eşidiblər, hansı cizgi filmə baxıblar. Bu məktəbə hazırlığa aid müəllimə. Düzdür. Müəllimə, Yox, o düz deyil, düz deyil. birinci Orta qrupa aiddir. 1-2 Burada uşağın məhvum, yəni uşağın fikri də, marağı, meyl marağı ön planda olur. Yəni və uşağın dediyimiz kimi məhvumların kağızda yerləşməsinə yönəltmək Məhvumun lazımdır. kağızda Məsələn, torpağı yerləşməsi bəli, orta qrupa Ay, aiddir. sağ olun. Amma Uşağın artıq təsvirlərin təəssüratına uyğun da maraqlı nə təsvirlərin görürlər, nə çəkmək istəyir, nəyə meyli var, onunla başlamaq lazımdır. Və yenə də deyirəm, məhvumun kağızda yerləşməsi, məsələn, günəşi uşaq aşağıda çəkməməlidir, kağızın ətəyində çəkməməlidir. Öyrətməliyik ki, günəş harda olur? Yuxarıda. Demək, harda çəkməliyik? Biz də kağızın yuxarı hissəsinə, torpağı yuxarıda çəkməməlidir. Bilir ki, torpağı aşağıda çəkməlidir. Ağacı yuxarıda yox, evin üstündə yox, evin altında çəkməlidir, misal üçün. Yəni bu şəkildə artıq biz də uşaqlara öyrədirik məhvumların kağızda kağızda yerləşməsini. yerləşməsi Və bəli, eyni amma zamanda təsvirlərin kağızda yerləşməsi 4-5 yaşına aid. eynən uşaqlara qələm olsun, fırçanı düzgün tutmağı, boyadan düzgün istifadə etməyi öyrətməliyik. Orta qrupda bəli. Düzdür müəllimə, düzdür. Bir də mənə deyin, görək, klassoqrafiya nədir, monotipiya nədir? Bildiyimiz kimi qeyri-ənənəvi rəsm texnikaları müxtəlifdir. Bunlardan da klasskoqrafiya və monotipiyadır. Monotipiya əsasən deməli Castigliane'nin adı ilə bağlıdır. Monos bir, typos iz deməkdir. Yəni ki, burada uşağın həm psixoloji, həm də pedaqoji deməli cəhətdən uşağı inkişaf elətdirir və uşağı sakitləşdirir. Monotipiya digər deməli qeyri-ənənəvi texnikalarla birlikdə də işlənə bilər. Burada monotipiya odur ki, yəni ki, biz şəkili çəkirik, şəkili kağızdan kağıza köçürürük və burada fırçadan istifadə olunmur tamamlanma üçün. Ancaq klassoqrafiya və ştampingdə isə şəkil çəkildikdən sonra orada fırça ilə şəkillər tamamlanır. Klassoqrafiya isə odur ki, yəni ki, müəllimə bir damcı deməli boya tökür kağızın üstünə, kağızı qatlayır və onu sığallayır. Kağızı açdıqdan sonra kokteyl çöpü ilə onu üfürərək müəyyən fiqurlara salır və sonra isə onu deməli fırça ilə tamamlayır. Əla. Sonra bir də deyin müəllimə siz mənə
Bəs qıratdaşla fotokopiya nədir? Qraftaj demək olar ki, ən çətin olan rəsm texnikasıdır. Ona görə də bunu böyük və məktəbə hazırlıq qrupunda ən çox istifadə edirlər. Cızma deməkdir. Yəni burada birinci müəllimə deməli mum təbaşirlə vərəqi rəngləyir və ondan sonra isə onun üstünə tuş əlavə edir, qara boya, guaş əlavə edir və bundan sonra isə şəkil quruyur. Quruyandan sonra isə onu deməli cızır və cızdıqdan sonra onun altında olan o rənglər üzə çıxırlar və çox gözəl əsər alınır. Fotokopiyada isə müəllimə, amma deməli şam və sabun parçası ilə şəkili çəkirik, sulu boy, birinci şəkili çəkirik, sonra sulu boya ilə rənglədikdən sonra deməli şəkillər üzə çıxır. Düzdür. Şəkillər üzə çıxır. Müəllimə, bir də mənə deyin görüm siz. Bəs birinci və ikinci kiçik qrupda yapma özünü necə göstərir? Yapmada deyirik ki, 10 dəqiqə, 12 dəqiqədən artıq olmaz. Birinci kateqoriyada nələr olur? Deməli, 1-2 yaş uşaqlarda yapma fəaliyyəti əsasən deməli uşaqlar tərbiyəçini deməli izləyərək